Təsəvvür eləyin ki, evinizdə yaxınlıqda olan zavodun tüstüsündən otura bilmirsiniz. Dəhşətli bir haldır. Abşeronun Qobu qəsəbəsində vəziyyət belədir. Kərpic zavodundan çıxan tüstü qəsəbə sakinlərini narahat edir. Pis qoxu var, xüsusən yaşlı və xəstə insanlara daha çox təsir eləyir. Məsələ ilə bağlı əməkdaşımız Hürriyə Əliyeva Qobuda olub. Çəkib indi göstərəcək. Toz, duman, tüstü. Səmanı bürüyən bu qatı duman ilk baxışda adama elə gəlir ki, güclü bir yanğının tüstüsüdür. Amma bu, Qobuda səmanı cənginə alan tüstünün mənbəyi kərpic zavodudur. Tüstünün günün səhər və axşam saatlarında daha çox olduğu deyilir. Hazırda Qobu kərpic zavodunun qarşısındayıq və təkcə səhər saatlarında yaxud da axşam saatlarında deyil, elə indi də günün günorta vaxtında havaya, atmosferə qalxan tüstünü görmək mümkündür. Zavoddan qalxan toz duman səbəbindən kənd sakinləri evlərində rahat otura bilmirlər. Qoxu səbəbindən qapı pəncərəni belə açmaq mümkün deyil. Hazırda Qobu kəndində bu tüstünü açıq-aydın görmək mümkündür. Hətta kənddə çox kəskin bir qoxu var. İyi hiss edirsiniz ha qoxunu. Bu dəmirlər görürsünüz, dəmirlərin hamısı paslanır. Qaz durbaları, darvazalar, evin dəmirləri. Evin dəmirin belə çürüdür. Zəhərdir da, insan orqanizminə görə necə təsir eləyir. 3 yerdən tüstü çıxır və heç bir normalara da uyğun deyil. Valla gecə saatlarında ümumiyyətlə kükürdüyündən, mazut iyindən həyata düşmək olmur. Daha da cəmaat yatmış istifadə edirlər. Nə vaxt baxsın, biraz dikə çıxıb baxsın, Qobu bütün tüstünün altındadır. O vaxt özüm işləmişəm orada, var idi vaxt. İndi bilmirəm. Ardısa mən çıxdığım 3-4 il. Var idi, şikayət deyirdilər, düzəldirdilər belə. Həm tez-tez filtrdir da, alırlar, dəyişirlər. Kərpic zavodundan bildirdilər ki, zavodda vaxtı-vaxtında yoxlanışlar aparılır və bu yoxlanışlar 3-6 aydan bir olur. Zavodumuzda fəaliyyət göstərən bütün avadanlıqları tozçu qurğularla təchiz olunubdur. Ümumiyyətlə havaya buraxılan tüstü, yəni tozçu qurğudan keçir, ondan sonra havaya qalxır. Tüstünün qalxması da qazla əlaqəlidir. Biz çünki qazdan istifadə edirik. Zavodun tikintisi 2003-2004-cü illərdə başlayıb. Zavoda açdığımız vaxt ümumiyyətlə yan yörəsində bir dənə belə olsun ev olmayıbdır. Hamısı da hamı bilir ki, sonradan tikilmə evlərdir. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən isə bildirildi ki, Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən kərpic zavodunun fəaliyyəti zamanı ətrafa tüstünün yayılması ilə bağlı daxil olan şikayət əsasında araşdırma və ölçmə işləri aparılacaq. Fakt təsdiqini taparsa, qanuna müvafiq tədbir görüləcək.